Al şimdi. Dayan da hesap vermə mənə kulağımın dibində. Ben de içim çağırdım. Otur da sakit oturasan diyene. Oturmuştum da. Gözlə bir dəqiqə.
Hamı gülə-gülə qaldı. Necəsiz? Az heç nə, əsəblərim ki, uğranım, elə bir poçta bağlamada işləyirəm. Aşağı düş. Yer yoxdur. Aşağı düş oğlum. Mənə yer qalmır. Aa, sən kimsən? Rusi. Rusi qara. Hardan tanıyırsan ki? Mənim dədəmi hardan tanıyırsan? Oğlum atama oxşayır, ona görə atamı çox istəyir. Oğlumu çox istəyirəm. Babasına oxşayır. Sympatичная красавица музыка, hangi aynanın hayatı bilemli, ay yandırırken bu kıza duygu, itke kızı. Xanım, eşitirsən? Sesini koyarım. Eşitirsən məni? Mənə bax bir dənə. Dağılsın. Eşitirsən? Atıram səni səssizə. İkinci canlıda blok atacağım. O qadın burada adını yazmayın. Mən heç kimi çörəyini itirən qız deyiləm, amma mən heç kimi şantaj eləyə bilməz. Всё. O qadının adını yazanlara atıram səssizə. Amma ikinci səfər o ad təkrarlansa bloka geyəcəyiz. Mənim alnım açıqdır, üzümdə ağdır. Heç kimin yanında əyrəksi işim yoxdur. Biri yığır məni şantaj eləyir, biri montaj eləyir, biri deyir sroka göndərəcəm, biri deyir kroka göndərəcəm, biri deyir belə tutturacam səni. Valla mən bilmirəm, nə mətəbə qulluq eləyirəm ki, hamısı məni tutturur. Mənim heç kimlə işim yoxdur, hamısı da otursun oturduğu yerdə. Aynanın hayatı bilemli, ay yandırırken bu kız adı itke kızı kapkara haniska, sen bensen, hatiçka, sympatичная красавица mısın? Buna kimi bilirim, ama ben Deyəsən canlıya yox, Seyid ocağına girmişəm. Adı hə. Sən mənim atamarını tanırsan. Gəncə və gəncələrə çatdı sözüm müdürətə, gəncə və gəncələrə. Dəb salmışam da qısa saçları, hamısı başın qırxır. Meyxanaları, gəncə araları. Hə. Gəncə və gəncələrə. Hansı Əhmədə deyirsən ki, onu öz uşağına oxşadı. Mənim uşağımı niyə oxşadırsan ki, başa düşmədim. O nə deməkdir ki? O nə tərbiyəsiz danışıqdır ki? Öz ailə üzvləri oxşadı oğlana. Başa düşmədim. Gör nə qədər mındar bir, qanı xarab bir insansan ki, yazırsan ki, filan Əhmədə sənin oğlumu oxşadıram. Allah heç kimin başına o ailənin faciəsini gətirməsin. O qədər tərbiyəsizsən ki, o qədər ailə tərbiyəsi görməmsən ki, Allah uzaq eləsin, Allah heç kimə elə bəlalar qismət eləməsin və belə mındar, qanı xarab insanlar da bizdən uzaq olsun. Telefon ana. Burada. Uzan. Baxacağım. Canım bak. Efendim. Həyatda biraz fırlan. Dolanırsan. Allah. Papaq atacağım birazdan. Mən bir yavru eləmə, bəs sən. Papaq atacağım. Lazım deyil, cəmaat kimin evinə girərsə, riski gətirib soxar səni evə. Əvvəlki dövrdə yaşamırıq papaq atasan. Bir yaxdan papaq atacağım. Yo, lazım deyil. Rəhmənin papaq atacağım. Tox yersən nəsliliyin ağzını. İkinci mərtəbəyə düşdük. Birə gəldik. Üstdən gəldik birə. Niyə ki? İkinci gün atacağız papaq. No, yorma da, mən enerjimi aldın, Bu evdən çıxıb gedirəm, bu evdə iş. Gəl bura. Gəl bura idman elə biraz. Topun anı. Elədim də mən idman. Biraz elə də. Ne xeyr ola. Biraz elə ayağın açılsın. Yoruldum. 300 dəfə elədim. Elə deyin elə. Yo, uşağın papaqlarda nə işi var? Tanımırıq, eləmirik. Uşaqlarımızı soxsunlar evlərinə. Dəlisən, uşağın papaqda nə işi var? Yo. Uşağın papaqda nə işi var? Sən Allah yaxşı. Hansı dövrdə qalmışsınız? O dövrlər gedib sən. Yo. Narkomanın, avaranın
Evinə gedər girər uşağım. İndi gəl bunu şeylədi.